oktyabrın 18-də Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra hüquqi dövlət quruculuğu istiqamətində bir sıra islahatlar aparıldı. Bu islahatların zəruri eləyən əsas səbəb bundan ibarətdir ki, Sovet İmperiyası yenicə dağılmışdı və Sovet İmperiyasında mövcud olan həmin o qanunlar artıq yeni dövrlə uyğunlaşmırdı. Ona görə də hüquqi dövlət quruculuğu istiqamətində islahatlar aparmaq zəruridir. Yəni, dövlət müstəqilliyinin bərpa olunmasından 1993-cü ilin iyun 15-nə qədərki olan dövr, 1993-cü ilin iyun 15-dən 1995-ci ilin noyabrın 12-nə qədər olan dövr və 95-ci ildən 2003-cü ilə qədər olan dövrü əhatə edir və hüquqi dövlət quruculuğu istiqamətində 95-ci il noyabrın 12-sində artıq Heydər Əliyev tərəfindən komissiya təyin olunur, konstitusiya hazırlamaq üçün və bu konstitusiya hazırlanandan sonra ümumxalq səsverməyə verilir və bu konstitusiyanın islahatlar davam elətdirilir. Məsələn, 1998-ci ildə şərqdə ilk dəfə olaraq Azərbaycanda ölüm hökmü ləğv olunur, həmçinin 98-ci ildə Konstitusiya Məhkəməsi yaradılır və bu islahatlar sonraki dövrdə, yəni yeni illikdə də davam elətdirilir.